24 ildən çox Azərbaycanın prezident administrasiyasına rəhbərlik eləmiş Ramiz Mehdiyev ətrafında baş verənlər hakimiyyət daxili qruplara, onlar arasındakı güc balansına necə təsir göstərəcək? Ramiz Mehdiyevin hakimiyyətdə Naxçıvan klanı kimi tanınan qrupa liderlik etdiyi deyilirdi. Keçmiş Maliyyə Naziri Fikrət Yusifov deyir ki, Ramiz Mehdiyev hələ 90-cı illərdə öz ətrafına adam yığırdı və dəfələrlə onu da öz tərəfinə çəkmək istəyib. Və o faktordan istifadə edirdi ki, mən də əslən Naxçıvanlıyam, Naxçıvanda doğulmuşam. O amili də bir əsas gətirirdi ki, bəs mən ağsaqqalam, həm də bir bölgədənik ki, sən də mənim yanımda olsan daha yaxşı olur. Hələ 90-cı illərdə o özünə ətraf yığırdı. Mənim özümü də dəfələrlə danışıqlar aparmaq yolu ilə və sonra da təzyiq yolu ilə özünün bir ətrafında görmək istədi. Ancaq mən biraz prinsiplərim başqadır. O vəzifəyə mən o təyin etməmişdi. Heydər Əliyev təyin etmişdi. Ona görə mənim onun ətrafında olmağım, onun komandası deyilən bir anlayışa uyğun bir seçim etməyi mümkün deyil. Fikrət Yusifovun fikrincə Ramiz Mehdiyev və onun ətrafının məqsədi 30 ildən sonra üzə çıxdı. Yerli mediada yayılan xəbərlərə görə Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və digər cinayətlərdə ittiham olunur. Bu məlumat rəsmi təsdiqlənməsə də, hökumət yönlü mediada Ramiz Mehdiyev əleyhinə ard-arda materiallar yayılır. Bəzi deputatlar və keçmiş dövlət rəsmiləri onun əleyhinə çıxışlar eləyir. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda ABŞ-da yaşayan Ərəstun Oruclu isə bütün bu baş verənləri bir şou hesab eləyir. Düşünür ki, pərdə arxasında hakimiyyət daxili klanların savaşı gedir. Bəs hakimiyyət daxilində hansı klanlar var və onlar necə dəyişib? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə onun əsasən iki regiondan olan qruplara, Naxçıvanlılar və Qərbi Azərbaycanlıların qruplaşmasına güvəndiyi deyilirdi. Naxçıvan klanına Ramiz Mehdiyevin, Qərbi Azərbaycan qrupuna isə o vaxtki Səhiyyə naziri Əli İnsanovun başçılıq etdiyi səslənirdi. 2005-ci ildə Qərbi Azərbaycanlıların qruplaşması zəifləyir. Bundan sonra isə mediada hakimiyyət daxilində daha bir, ölkənin birinci xanımı Mehriban Əliyevaya bağlı Paşayevlər və ya Bakı qruplaşmasının yaradıldığı iddia olundu. Ərəstun Oruclunun fikrincə zamanla bu qruplaşmaların liderləri və ya üzvləri dəyişsə də, hakimiyyət daxilində əsas bu üç qrup olub. Yəni klanlar 30 ildə biz deyə bilərik ki, bir-biri ilə bəzən balanslaşdırılmaqla, bəzən bir digər üzərində üstünlük təşkil etməklə Əliyev ailə hakimiyyətinin dayağı olub. Və bu gün də belə görürük ki, Əliyev hakimiyyəti klanlarsız ötüşə bilmir. Və bu siyasətdə Azərbaycanda 70-ci illərdən başlayırdı. Yəni Heydər Əliyev hakimiyyətə gələndə artıq onun komandası hazır idi. Və o komanda keçmiş Naxçıvan və Qərbi Azərbaycan klanının üzvlərindən ibarət idi. Amma Heydər Əliyev sonraki dövrdə artıq bu klanlar arasında balans bozuldu. Naxçıvan klanı Ramiz Mehdiyevin səyləri nəticəsində üstünlük təşkil elədi. Və bundan sonra faktiki olaraq İlham Əliyevin özü Naxçıvan klanının girovluğuna döndü. O çalışdı ki, Paşayevləri gücləndirməklə, Mehriban Əliyevanın ailəsini gücləndirməklə bu vəziyyəti zəiflətdi. Amma nəticə əldə olunmadı. Yəni gücləri çatmadı buna. Hətta Ramiz Mehdiyevin vəzifədən yola salınması belə vəziyyəti dəyişmədi. Çünki klan o qədər dərinə köklər atırdı ki, onu bir gündə təmizləmək qeyri-mümkündür. Bu ölkədə destabilizasiya gətirib çıxara bilər. Ərəstun Oruclunun fikrincə hazırda baş verənlər klanlar arasında güc balansını yenidən tarazlamağa, Qərbi Azərbaycan klanını yenidən dirçəltməyə, Naxçıvan klanını isə zəiflətməyə yönəlib. Amma keçmiş Maliyyə Naziri Fikrət Yusifov hakimiyyət daxilində klanların olması fikri ilə razılaşmır. Hakimiyyətdə heç bir klan yoxdur, klan söhbəti yoxdur. Sadəcə olaraq Ramiz Mehdiyev Rusiya adamı kimi burada özünə bir ətraf toplamışdı və biz həmişə 5-ci kolon deyirik də. Yəni o 5-ci kolon dediyimiz kolon və o kolonun başında dayanan adam deyil Ramiz Mehdiyev, indi görünən budur. Amma Əliyevlərin 30 illik hakimiyyəti dönəmində əsas gücün bir əldə, Paşayevlərin əlində cəmləşdiyini və ya proseslərin ona doğru getdiyini fikirləşənlər də var. Ərəstun Oruclu isə bu fikirlərlə razılaşmır. Deyir ki, birincisi Paşayevlər klanının sosial dayağı yoxdur.
İkincisi isə əsas güc strukturları hələ də onların nəzarətində deyil. Üçüncüsü isə bütün güclərin bir əldə cəmləşməsi ölkədə sabitliyə təhdiddir.